Fikrin ən narahatanları gərginliyi düşüncələrdir. Lakin böyük düşüncələr adətən təkliyin, sakitliyində də olur. Sükut və narahatlıq belə bir vəhdətdə fikrin və duyğuların pərvaz etməsi üçün axtardığı əngilikdə təzad mı təşkil edir? Bəlkə də bu suala onun şəxsiyyəti, ömür yolu haqqında ifadə etməyə çalışdığımız bu düşüncələr birlikdə cavab verər. Bu fikirlər, bu ifadələr tanınmış maarif xadimi, publisist jurnalist, müdrik el ağsaqqalı, uşaqlıq və gənclik illərini Qərbi Azərbaycanın Səfalı Loru mahalında keçirən, ömrünü gənclərin elmə və təhsilə yiyələnməsinə həsr edən Tapdıq Həmidoğlu Novruzovun həyat hekayəsi, məqalələri və yaxınlarının xatirələrindən ibarət Yaşanmış Ömür kitabında öz əksini tapıb. Bəli, bugün kitab yaddaşımız Yaşanmış Ömür, Qərbi Azərbaycanlıların deportasiyası, Arxada Kədər və İtirilmiş İrsizi kitabının səhifələrində vərəqlənir. Hər sözündə, hər kəlməsində el-oba, ata-ana, övlad məhəbbəti duyulan bu xatirələrdə bir nəslin mənalı həyatı fonunda bir kəndin, bir mahalın tarixi canlanır. Kitabda Tapdıq Novruzovun zəngin, təqdirəlayiq pedaqoji və jurnalistik fəaliyyətindən, bu sahədəki uğurlarından, cəmiyyətdə qazandığı nüfuzdan və əsl insana xas olan keyfiyyətlərindən bəhs edilir. Alimin işığı, siması onun kəşfləri, onun elmə verdiyi dəyərdirsə, elə onun öz kəşfi isə bəşəriyyətə yönələn insanlıq meyarıdır. Alimin kəşfi insanlığın kəşfidir, alimin kəşfi insanlığın elmə verdiyi qiymətli nəsnədir. Qərbi Azərbaycanlı taleyi yaşamaq, bu həyatın bütün keşməkeşlərini bilavasitə öz ömür yolunda mübarizlik mücəssiməsi kimi qəbul etməkdir həm də. Hər bir Qərbi Azərbaycanlı məhz bu yolda əldə etdiklərinin çətinliklərini yaxşı anlayır. Vətən təəssübkeşliyini fəaliyyətində, mövqeyində önə çəkmək kimi bir alın yazısıdır onların taleyi. Beləliklə, bir insanın taleyinin fonunda bütöv bir vətən olmaq, bütöv bir vətəndaş olmaq elə qələmdaşların bizə verdiyi töhfələrdir. Məlumat üçün bildirək ki, kitabdan Qərbi Azərbaycanda Azərbaycan mətbuatı, təhsili və ictimai-siyasi mühiti ilə maraqlananlar və geniş oxucu kütləsi istifadə edə bilər.